Məşhur Viagra, sildenafil və yaxud da tadalafil dediyimiz Cialis. Bunların hamısı bizim sərtləşməyimizi çox daha yaxşılaşdırır və həyatımızın bir dönəmində belli bir yaşdan sonra istifadə edirik. Yaxşı, siz bilirsinizmi, bu dərmanlar əslində ürək üçün nəzərdə tutulub. Necə? Onun haqqında danışaq. 1990-ların başı məşhur GlaxoSmithKline şirkəti insanları ürək ağrılarından qurtarmaq üçün və ya təzyiqi də müəyyən qədər yaxşılaşdırmaq üçün bir dərman kəşf elədilər və bu dərmanın adı da sildenafildir. 1995-ci ildə İngiltərədə Kent adlı bir şəhərdə artıq bu sildenafil başladıldı pasientlərə verilməyə. Bəli, sildenafil müəyyən qədər pasientlərə ürək ağrılarında kömək elədi. Bəzilərində çox yaxşı təsir göstərdi, bəzilərində o qədər də istənilən nəticə görülmədi. Amma ki, görülən də, nəticə görən də, görməyən də mütəmadi olaraq gəlib həkimindən bu dərmanı istəyirdi ki, doktor mənə bu dərmanı verin, amma heç bir təsiri yoxdur. Və bu vaxtda qəribə bir şey oldu və insanlar baxdılar, gördülər ki, həkimlər daha doğrusu baxıb gördülər ki, pasientlər mütəmadi olaraq bundan istifadə edirlər. İstifadə etmək səbəbləri də bu dərmanın çox gözəl bir yan təsiri var idi bəylər üzərində. Pasientlərin sərtləşmələri çox daha mükəmməl idi və çox rahat şəkildə cinsi münasibətə girə bilirdilər. Həkimlər bunu artıq not etməyə başladılar ki, bu dərmanın belə bir yan təsiri var və bu yan təsirlər artıq o qədər çoxalmağa başladı ki və xəstələrdə o qədər bir xoşbəxtçiliyə səbəb oldu ki, yəni illərdir sərtləşməsi olmayan bir bəy belə çox rahatlıqla sərtləşə bilir və rahat şəkildə də münasibətə girə bilirdi. O vaxtlar Pfizer-in tərkibində olan DSM şirkəti artıq dedi ki, tamam o zaman bu ürək üzərində müəyyən qədər təsiri var, bəli, amma ki yan təsiri bunun sərtləşmədə olan təsir çox daha mükəmməldir. Bunu ürək üçün deyil də cinsi zəiflikdən qurtarmaq üçün istifadə eləyək. 1998-ci ildə artıq bizim məşhur sildenafil, yəni Viagra İngiltərə və Amerika bazarına cinsi zəifliyi olan pasientlər üçün sərtləşməni gücləndirici dərman kimi artıq satıldı və bu dərman o qədər çox rəğbət gördü ki, o qədər sevildi ki, şirkət 30 qat dəyər qazandı. Sildenafil o qədər çox sevildi ki, sildenafildən sonra təzə generasiyalar, yəni tadalafil çıxdı, tadalafildən sonra vardanafil çıxdı və artıq piyasamızı demək olar ki, doldurmağa başladı. Bunun kimi maraqlı faktları və məlumatları daha rahat şəkildə əldə etmək üçün kanalıma abunə ola bilərsiniz.